Salam dəyərli müəllimlər və əziz izləyicilər. Mən Azərbaycan dili və ədəbiyyatı müəllimi Fərmin Hüseynzadə. Hər kəsi xoş gördük. İbtidai sinif müəllimləri üçün xüsusi olaraq 5 sual seçmişəm. Onların izahına baxacaqsınız. Həmçinin MİQ, buraxılış imtahanları, blok, eləcə də dövlət qulluğuna hazırlaşanlar da baxa bilərlər. Onlar üçün də faydalı videodur. Odur ki, videonu sona qədər izləyin və qeydlərinizi aparın. İzaha keçid etməzdən əvvəl xatırladım ki, sıfırdan başlayıb sistemli şəkildə imtahanlara hazırlaşmaq istəyənlər üçün ödənişli qruplarımız fəaliyyət göstərir. Bu qrupa qoşulanlar mövzuların izahını, test izahları, sınaqlar və onların izahlarını, qızıl qayda izahları, xüsusi mətn tapşırıqları və s. əldə edirlər. Daha ətraflı məlumat üçün ekranda göstərilən nömrənin WhatsApp-ına yaza bilərsiniz. Daha çox izah üçün kanalımıza abunə olmağı, videonu bəyənməyi və paylaşmağı, rəy yazmağı unutmayın. İndi isə keçək testlərimizin izahına. Birinci sualda soruşur ki, hansı sözdə i saiti uzun tələffüz olunur? Uzun tələffüzü müəyyən etmək üçün variantlarda təqdim edilmiş hər bir sözün düzgün tələffüzünü qeyd etməli, daha sonra həmin sözlərin tərkibində səs uzanması varsa həmin məsələyə diqqət yetirməli və ən sonda da təbii ki, həmin sözlərin tərkibində i saitinin uzanıb uzanmaması məsələsinə baxmalıyıq. A variantında verilmiş sözlərin düzgün tələffüzünü qeyd edək. Qeyd olunub ki, işıq, yəni işıq. Bu sözün düzgün tələffüzü bu formadadır. Sözün tərkibində hər hansı bir sait uzun tələffüz olunmur. İlxı sözünün düzgün tələffüzü ilxı formasındadır. Həmçinin bu sözün də düzgün tələffüzündə sait uzanması, səs uzanması hadisəsi yoxdur. İnam sözü verilib. Bu sözün düzgün tələffüzü inam yox, inamdır. Yəni, i saitini uzatmayacaqsınız. Demək ki, bu sözlərin tərkibində ümumiyyətlə səs uzanması hadisəsi yoxdur. Ona görə A variantı bizim doğru cavab ola bilməz. B variantında nicar sözü verilib. Nicar sözü elə nicar formasında, nicar yox, nicar formasında tələffüz olunur. Yəni, səs uzanması hadisəsi yoxdur. Filarmoniya sözünün düzgün tələffüz forması filarmoniya formasındadır. Həmçinin bu sözün tərkibində də i saiti uzun tələffüz olunmur. Həmçinin i saitləri. Çünki 2 i saiti verilibsə, demək ki, hər hansı birində uzun tələffüz olunma varmı? Xeyr, yoxdur. Tikan sözünün düzgün tələffüzü elə tikan formasındadır. Biz o sözə tikan demirik. Yəni, bu sözlərin heç birində uzun tələffüz olunma yoxdur. Ona görə B variantı bizim doğru cavab ola bilməz. Qərinə sözü, xəzinə və qənimət sözlərinə fikir verək. Qərinə sözünün düzgün tələffüzü qərinədir. Fikir verdinizsə, i saiti uzun tələffüz olundu. Qərinə. Görürükmü? Nə qədər rahat formada, heç bir belə deyək, çətinlik yaratmadan tələffüz olunur. Xəzinə sözünə gəldikdə xəzinə. i saiti uzun tələffüz olundu. Daha sonra qənimət sözü qənimət formasında. Yəni, i saiti uzun tələffüz olundu. Sözlərdə uzun tələffüzü müəyyən etmək üçün siz bir neçə məsələyə diqqət yetirməlisiniz. Onlardan biri də budur ki, bir neçə uzun tələffüzünü bildiyiniz, yəni saitin uzun tələffüz olunduğu sözlər ki var, həmin sözlərdən seçib onlar üzərində müxtəlif məşqlər etməklə uzun tələffüzü daha yaxşı başa düşə bilərsiniz. Yəni, bu mexanizmi inkişaf etdirə bilərsiniz. Məsələn, qərinə sözünü yazılış formasında qərinə, tələffüzündə isə qərinə, xəzinə, qənimət formasında tələffüz etməklə siz bu sözlərin düzgün tələffüzünü, yəni sözlərin tərkibində səs uzanması hadisəsini yaxşı mənimsəyə bilərsiniz. Doğru cavab C variantıdır. Xilas sözünün düzgün tələffüzü elə xilas formasındadır. Yəni, hər hansı bir səs uzanması hadisəsi yoxdur. Daha sonra xilafət sözünə gəlincə isə bu sözün düzgün tələffüzü xilafət, yəni A saiti uzun tələffüz olunur. Bizə isə i saitinin uzun tələffüz olunduğu variant lazımdır. Ona görə yenə də bu variantı da, bu sözü də seçə bilmirik. İradə sözünün düzgün tələffüzü
İradə A saiti uzun tələffüz olunur. Həmçinin burada da A saiti uzun tələffüz olunub. Şərtdə isə I saitinin uzun tələffüz olunduğu sözü axtarmaq lazımdır. Ona görə bu sözdə verilən şərtə uyğun deyil. D variantı da doğru cavab variantlar sırasında verilə bilməz. İcazə sözünə gəlincə bu sözün düzgün tələffüzü icazə formasındadır. Yəni A saiti uzun tələffüz olunur. Ona görə E variantı da bizim doğru cavab ola bilməz. İntiqam sözünün düzgün tələffüzü intiqam formasındadır. Yəni hər hansı bir uzanma yoxdur. Fizioloji sözünə gəlincə isə bu sözün düzgün tələffüzü fizioloji formasındadır. Burada İO sait hərf birləşmələri arasında Y samiti əlavə olunub, O saiti A saitinə keçmişdi və ümumiyyətlə bu sözdə də səs uzanması hadisəsi yoxdur. Doğru cavab C variantıdır. Keçək növbəti sualın izahına. İlk növbədə lövhəmizi təmizləyək. İkinci sualda bizdən soruşur ki, hansı qoşa samitli sözlərin yazılışı ilə tələffüzü fərqlənmir? Bunun üçün verilmiş sözlərin düzgün tələffüzünü qeyd etməli, daha sonra yazılışı ilə tələffüzü arasında hər hansı bir fərq varmı, yoxmu, buna fikir verməliyik. İlk növbədə A variantında təqdim edilmiş sözlərin düzgün tələffüzünü qeyd edək. Burada taqqıltı sözünün düzgün tələffüzü taqqıltı formasındadır. Yəni, burada birinci cingiltili samit kar samitlə əvəz edildi, yəni fərqləndi. Ona görə A variantı doğru cavab ola bilməz. Baqqal sözünün düzgün tələffüzünü də qeyd edək. Baqqal. Qoşa q samiti eyni cinsli cingiltili samitlərdən eyni cinsli qoşa q samiti yanaşı gələndə birinci cingiltili samit özünün kar qarşılığı ilə əvəz olunubdur. B variantında 9 sözünə baxaq. Bu sözün düzgün tələffüzü doqquz formasındadır. Həmçinin bu sözdə də yazılışla tələffüz arasında fərq baş verdi. Təfəkkür sözünə də baxaq. Təfəkkür formasında tələffüz olundu. Burada da Ç samiti C samiti ilə əvəz edildi. C variantında addım və məhəbbət sözləri verilibdir. Yadınızda qalsın ki, kökün tərkibində qoşa D və qoşa B samitləri tələffüz zamanı düşmür. Yəni onlardan biri tələffüz zamanı düşmür. Bu sözlərin yazılışı da, tələffüzü də eynidir. Yəni addım formasında və məhəbbət formasında. Doğru cavab C variantıdır. Mədəniyyət sözünün düzgün tələffüzü olacaq mədəniyyət formasında, yəni qoşa Y samitindən biri düşəcək. Ona görə D variantı da doğru cavab deyil. Nəzəriyyə sözünə də həmçinin fikir versək, bu sözün düzgün tələffüzü nəzəriyyə formasındadır. Yəni qoşa Y samitindən biri tələffüz zamanı düşübdür. E variantında şappıltı və meşşan sözləri verilibdir. Biz burada şappıltı sözünün düzgün tələffüzünü qeyd etsək, şappıltı formasında olacaq və burada qoşa P samitindən ikincisi cingiltili samitindən əvəz olunubdur. Yəni, sözün yazılışı ilə tələffüzü fərqlənibdir. Ona görə E variantı da doğru cavab olmayacaq. Baxmayaraq ki, meşşan sözünün düzgün tələffüzü elə meşşan formasındadır. Yəni, yazılışı ilə tələffüzü arasında heç bir fərq yoxdur. Lakin şappıltı sözünə görə E variantını doğru cavab götürə bilməyəcəyik. İndi isə keçək növbəti sualın izahına.
Şirinlik sözü ilə bağlı düzgün fikirləri müəyyən edin. Biz aşağıdakı xüsusiyyətlərdən də görürük ki, şirinlik sözünün fonetik təhlili ilə bağlı məsələlər qeyd olunub. Ona görə də şirinlik sözünün düzgün tələffüzünü ilk növbədə qeyd etməliyik. Gəlin qeyd edək. Şirinlik sözü şirinlik formasında tələffüz olunur. Aha. Burada qeyd olunub ki, birinci xüsusiyyətdə saitlərin hamısı incə qapalı dodaqlanmayandır. Əziz müəllimlər, əziz izləyicilər, əziz dinləyicilər, mütləq şəkildə fikir verməlisiniz ki, saitlər və samitlərlə bağlı məsələlərə biz sözün düzgün tələffüzündə baxırıq, yazılışında yox. Yazılışında fərqli versiyada təqdim olunub, tələffüzündə isə tamamilə fərqli versiyada qeyd olunubdur. İncə qapalı dodaqlanmayandır deyir saitlər. Saitlərin hər biri i saitidir, yəni sözdə yalnız i saiti iştirak edibdir. İ saiti də incə, həmçinin qapalı və dodaqlanmayandır. Bunun üçün təbii ki, saitləri qeyd etmək lazımdır. İncə saitlərimiz e, ə, i, ö və ü saitidir. İ saiti təbii ki, incə saitlər sırasında gördük. Qapalı saitləri qeyd edək. Qapalı saitlərimiz I, i, u və üdür. Yenə də i saiti var onun içərisində. Dodaqlanmayan. Dodaqlanmayan saitlərimiz a, I, e, ə və i saitləridir. Həmçinin i saiti burada da iştirak edibdir. Doğru, düzgün fikirləri müəyyən edin dediyinə görə birinci xüsusiyyət düzgün fikirlər sırasında verilməlidir. Belə olan halda A variantı ilə E variantının doğru cavab olma ehtimalı sıfıra bərabər oldu. İkinci xüsusiyyətimizdə sözdə R, N, L kar qarşılığı olmayan cingiltili samitlərdir fikri qeyd olunubdur. Sözün tərkibində R və N samitini görürük. Fikir versək R və N samiti vardır. Lakin sözün tələffüzündə L samiti yoxdur. Deyə bilərsiniz ki, sözün yazılışında var axı. Biz qeyd etdik ki, kar və cingiltili samitləri, saitlərin növlərini müəyyən edən zaman sözün düzgün tələffüzünə baxmaq lazımdır. Sözün düzgün tələffüzündə də L samiti yoxdur. Demək ki, bu fikir yanlışdır. Ona görə C variantında çıxırıq. Ş və X üstü ştrix kar samitlərdir. Bəli, sözümüzdə Ş və X üstü ştrix samiti i hissəsi işlənmişdir. Deyə bilərsiniz ki, sözün yazılışında axı Ç-dır o. Biz bir daha qeyd edirik ki, samitləri müəyyən edən zaman sözün düzgün tələffüzünə baxırıq. Ona görə də 3 də bizim doğru cavablar sırasında verilə bilər. Doğru cavab B-də ola bilər, D-də ola bilər. Lakin daha doğru cavabı müəyyən etmək üçün 4-cü xüsusiyyətə də baxmağımız vacibdir. Söz kar samitlə başlayır, kar samitlə bitir. Ş kar samitdir. Sözün tələffüzünə bir daha baxırıq və X üstü ştrix, yəni i hissəsi də həmçinin kar samitdir. Demək ki, bu fikir də doğrudur. Ona görə B variantını götürməyəcəyik. Doğru cavab D variantı olacaq. İndi isə keçək növbəti testin təhlilinə. Dördüncü sualın izahına baxırsınız. Uzun saitli sözləri göstərin. Bunun üçün bir daha qeyd edirəm ki, uzun tələffüzü müəyyən etmək üçün variantlarda təqdim edilmiş sözlərin düzgün tələffüzünü qeyd etməliyik. Yaxın sözü elə yaxın formasında tələffüz olunur. Bu sözün tələffüzündə sait uzanması yoxdur. Yelpik sözü yelpih formasında tələffüz olunur. Həmçinin bu sözün də tələffüzündə səs uzanması yoxdur. A variantı doğru cavab ola bilməz. Mahir və zadəgan sözlərinə baxsaq, mahir sözünün düzgün tələffüzü mahir formasındadır. Yəni A saiti uzun tələffüz olunur. Daha sonra zadəgan sözü zadəcan formasında tələffüz olunur.
Həmçinin bu sözdə də sait uzanması var. Ona görə doğru cavab B variantıdır. C variantına baxırıq. Sözlük sözü qeyd olunubdur. Bu sözün düzgün tələffüzü sözdük. Sözdük formasında tələffüz olunur. Daha sonra zərflik sözü, yəni zərflik sözü qeyd olunub. Düzgün tələffüzü zərf. Bir dəqiqə. Zərflik sözü qeyd olunub. Düzgün tələffüzü zərflik formasındadır. Yəni səs uzanması hadisəsi heç bir sözdə yoxdur. Ona görə C variantında doğru cavab götürməyəcəyik. Lüğət sözünün düzgün tələffüzü elə lüğət formasındadır. Yəni səs uzanması hadisəsi yoxdur. Daha sonra heca, hesab tipli sözlərdə də heç bir uzanma baş vermir. Yəni söz elə olduğu sözdə heç bir səs uzanması hadisəsi yoxdur. Hamar sözünün düzgün tələffüzü elə hamar formasındadır. Hasar sözü də hasar formasında tələffüz olunur. Səs uzanması hadisəsi D və E variantlarında yoxdur. Doğru cavab B variantıdır. Beşinci sualın izahına baxırsınız. Uyğunluğu müəyyən edin. Birinci xüsusiyyətdə qeyd edilib ki, q ilə yazılıb k şəklində tələffüz olunan sözlər. İkinci xüsusiyyətdə qeyd edilib ki, q ilə yazılıb x şəklində tələffüz olunan sözlər. Bu testi də təhlil etmək üçün komponentlərdə qeyd edilmiş sözlərin düzgün tələffüzünü yazmalıyıq. Yəni q samiti k kimi tələffüz olunur. Müvafiq sözü müvafiq A saiti uzanır. Və burada da həmçinin q samiti k kimi tələffüz olundu. Ona görə də A-nı 1-ə yazırıq. Ona görə də A-nı 1-ə yazırıq. B variantında ancaq sözü qeyd olunub. Burada q samiti x kimi tələffüz olundu. Maraqlı sözü maraqlı formasında tələffüz olunur. Yəni q samiti x kimi tələffüz olundu. Ona görə də B 2-yə uyğundur. Mimika sözü elə mimika formasında tələffüz olunur. Burada q samiti k kimi tələffüz olunmadı. K samiti elə k kimi tələffüz olundu. Yəni üstünə ştrix işarəsi qoyduq. Burada isə bizə lazımdır ki, q k kimi və yaxud da q x kimi tələffüz olunsun. Ona görə C heç bir xüsusiyyətə uyğun deyil. Nitqi sözündə isə q samitindən sonra sait ilə başlayan şəkilçi gəldiyinə görə q samiti elə olduğu kimi qalır. Q-nın da q kimi tələffüz olunduğu söz yoxdur deyə ümumiyyətlə C variantını götürmürük. Natiq sözü natiq formasında tələffüz olunur. Q samiti k kimi tələffüz olundu. Məqsəd sözü məqsəd formasında tələffüz olunur. Yəni q samiti k kimi tələffüz olundu. Demək ki, bu da uyğundur nəyə? Təbii ki, birinci xüsusiyyətə. Yəni 1-ə AD uyğundur. Ona görə də digər variantları doğru cavablar sırasından çıxarırıq. Yarpaq sözü yarpaq formasında tələffüz olunur. Quraqlıq sözü quraqlıq formasında tələffüz olunur. Quraqlıq formasında. Yəni q samiti x kimi tələffüz olundu bu sözlərdə. Ona görə də E uyğundur təbii ki 2-yə. 1 AD, 2 B və E. B və Y. Doğru cavab A variantıdır. Əgər dərs sizə faydalı oldusa, mənə dəstək olmaq üçün videonu bəyənməyi,
dostlarınızla, həmkarlarınızla paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Yeni videolardan xəbərdar olmaq üçün isə zınqrov işarəsini aktiv edin. Dəstəyiniz üçün təşəkkür edirəm.